Axşamınız xeyir olsun değerli dinləyicilər. Naxçıvan Radiosunun efirində Könül Dünyamız verilişidir. Əziz dinləyicilər, qeyd edeyim ki, bugün verilişimizin ilk sayıdır və verilişimizin ilk sayına da qonaq dəvət etmişik. Qonağımızı sizə təqdim etməmişdən öncə qeyd edeyim ki, hər kəsin öz işindən, vəzifəsindən asılı olmayaraq könül dünyası olur. Biz həmin insanın könül dünyası ilə işindən əlavə yaratdığı o yaradıcı işlərlə daha çox tanıyırıq. Onun könül dünyasına daha çox bələd oluruq. Belə insanlar çoxdur. Və bugün belə insanlardan, belə yaradıcı insanlardan birini verilişimizə qonaq dəvət etmişik. Gənc şair Natiq Əlisoy. Bu ad yəqin ki, çoxlarına tanışdır. Onun şeirləri ümumiyyətlə bizim radiomuzun efirində tez-tez səslənir. Onun yaradıcılığında üzə çıxartdığı, oxuculara təqdim etdiyi kitabları da var və biz bugün Natiq müəllimlə onunla hər tərəfli söhbət etməyə çalışacağıq. Xoş gördük Natiq müəllim. Xoş gördük. Mən də salam verirəm sizləri və dinləyiciləri. Təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm ki, təkrar bizi dinləmək istəyirsiniz və gənc yazarlara, şairlərə bu qədər önəm verirsiniz, diqqət ayırırsınız. Sizə öz minnətdarlığımı bildirirəm. Biz də sizə təşəkkür edirik, dəvətimizi qəbul edib verilişimizə gəldiyiniz üçün. Natiq müəllim, verilişimizin adı Könül Dünyamızdır. Natiq Əlisoy öz könül dünyasını, özünü necə xarakterizə edərdi? Kimdir? Biz bilirik də dinləyicilər sizi daha yaxından tanımaq istəyirlər. Buyurun. Bildiyiniz kimi, hər bir insanın özünə məxsus, öz xarakteri, xüsusiyyəti, həyatda müəyyən bacarığı, digər insanlardan üstün cəhətləri və onu fərqləndirən müəyyən xüsusiyyətləri olur. Şairlər, yazıçılar digər peşə sənət sahiblərindən məhz könül dünyalarına görə fərqlənən şəxslərdir ki, onların özlərinin özünə məxsus könül dünyaları olur. Hansı ki, o dünyanı yalnız şairlər, yazıçılar özləri bilir və müəyyən qədər oxucularına öz yazdığı əsərləri ilə, şeirləri ilə çatdırmağa çalışırlar. Şairin könül dünyası çox zəngindir, çox dərindir. Yəni bunu sözlə ifadə etmək, sözlə izah etmək biraz çətindir. Mən bu məqamda bir şeirimdən bir parçanı demək istəyirəm. Məhz şairlərlə bağlı bir şeirdir. Belə bir deyim var ki, şairlərlə rəssamların ruhları yaxındır. Rəssamlar öz hisslərini, həyəcanlarını, duyğularını boyalarla, rənglərlə ifadə edirsə, şair də öz könül dünyasını, öz hissini, həyəcanını sözü ilə, qələmi ilə dinləyicilərə, oxuculara çatdırır. Şeirdən bir-iki bənd deyəcəm. Burada həm də şairlərlə rəssamların müqayisəsindən söhbət gedir. Məhz şair kimdir, rəssam kimdir sualına cavab olaraq belə bir şeir yaranmışdı ki, hər şeyin gözəlini Tanrı yaradır. İxtiyar Tanrının öz əlindədir. Dünyanı vəsf edir şair sözü ilə, rəssamın sirləri gözlərindədir. Və sonda belə bir bənd var ki, dünyada nə qədər cərrah da olsa, tapanmaz insanı 100 yerdən yarsa. Şairin, rəssamın nə sirri varsa, hər kəsə sirr olan ürəyindədir. Yəni doğrudan da elə bir sirdir ki, elə bir hiss və həyəcandır ki, bəzən şairlər bunu özləri ifadə etməkdə də çətinlik çəkirlər. Çünki içində olan o sözü, o yükü, qüvvəni sözə çevirmək də bəzən çətin olur. Xoşbəxt o şairdir ki, daxilində olan könül dünyasını oxucularına tam olaraq çatdıra bilir. Yəni bu şairlər xoşbəxt şairlərdəndir ki, o içində yaşadığı hissləri, o duyğuları qələmi ilə, sözü ilə oxuculara çatdıra bilir. Və hesab edirəm ki, bu şairlər də həmişə uğur qazanırlar və dinləyicilər, oxucular tərəfindən yüksək rəğbətə layiq olurlar. Bəli, Natiq müəllim, yəni şairlərin öz dünyası olur. Bu təbiidir. Çünki Tanrının onlara verdikləri ancaq onların qələmindən süzülüb gələ bilər. Ancaq onların ürəyindəkiləri ortalığa çıxara bilər. Və Natiq müəllimə bu ədəbiyyatı kim sevdirib? Poeziyanı sevməkdə kimə borclusuz? Bilirsiniz, birincisi mən qeyd etmək istəyirəm ki, bu barədə bir neçə dəfə bu mövzuya toxunmuşuq. Şairlik, bayaq dediyim qaydada Allahın verdiyi bir nemətdir, bir vergidir. Bundan qaçmaq, bundan gizlənmək, bundan yayınmaq
hesab edirəm ki, mümkün deyil. Və istedad elə bir əsl istedad, elə bir nemətdir ki, o harda olsa, necə olsa özünü həmişə biruzə verir. Əvvəla onu qeyd etmək istəyirəm ki, şairlik bizə, yəni mənə gendən gələn bir məsələdir. Mənim ulu babam Mirzə Qasım, babam Şair Əli, bunlar öz dövründə, yaşadığı mühitdə, dost-tanış arasında qələm adamı kimi tanınıblar, düzdür. Yaşadığı dövrlərdə o qədər də yaradıcılığın təbliğ olunması üçün o qədər də geniş imkanlar olmasa da, ancaq yaşadıkları dövrdə, mühitdə, cəmiyyətdə şair kimi, yazısı kimi, qələm adamı kimi tanınıblar. Və bu ənənə bizim belə deyim, nəsildə davam etmişdir. Düzdür, onlardan sonra şair bizim nəsildə yetişməsə də, amma sözə, şeiriyyata maraq həmişə olmuş. Yəni rəhmətli atam da qeyd etmək istəyirəm ki, ara-sıra şeirlər yazırdı. Mən onun şeirlərindən belə deyək də nümunələri bilirəm. Ancaq babamdan sonra, yəni qeyd etdiyim kimi Şair Əli dövrünün az-çox tanınmış şairlərdən olubdur. Ondan sonra bizim nəsildə şair kimi yetişən, biraz təvazökarlıqdan uzaq olsa da, ancaq mən bunu deməliyəm. Amma bugün əgər yazırıqsa, qələmimizdən misralar süzülürsə, oxucularla poeziya dilində, ədəbiyyat dilində ünsiyyətə girə biliriksə, müəyyən qədər bizim də şairlik adında, şairlik yolunda müəyyən qədər bizim də adımız varsa, mən bu sözü tam ürəklə deyə bilərəm ki, bizim nəsildə, yəni Şair Əli ocağında yetişən gənc şairlərdən biri mən Natiq Əlisayam. Nə gözəl. Və bunun üçün də həm qürur hissi yaşayıram, həm də çox böyük məsuliyyət hissi daşıyıram. Bəzən olur ki, insanlar müəyyən o sənətdə, peşədə, həyatda özünə müəyyən bir yer tutduqdan və yaxud da müəyyən bir uğurlar əldə etdikdən sonra bu onlarda bir arxayınçiliyə gətirib çıxardır. Ancaq heç də belə olmalı deyil. Zaman keçdikcə, vaxt keçdikcə, yaradıcılıq, həyat yolu dərinləşdikcə hesab edirəm nəinki şairin, bütün sənət adamlarının, bütün peşə sahiblərinin zəkaları, onların davranışları, onların baxışları dəyişməlidir, yaxşı, doğru, mükəmməlləşməlidir və hər zaman o adı, o məsuliyyəti üzərlərində qoruyub saxlamalıdırlar. Bəli, əlbəttə ki, şairlik adını üzərinə götürdünsə, onun məsuliyyəti çox ağırdır. Və istərdim ki, verilişimizin bu yerində bir şeir səsləndirək. Yəni sizin şeirləri nəzərdən keçirdikcə orada mövzu müxtəlifliyi mənim diqqətimi çəkdi. Bu da sizin dünya görüşünüzün genişliyinə dəlalət edir. Və istərdim o şeirlərdən birini icazənizlə səsləndirim. Kəsilsə Tanrıdan ümid pənahın, həkimin, loğmanın nə mənası var? Ürəyin safdırsa, yoxsa günahın, biçarə qalmağın nə mənası var? Ümid ilə gələcəyə yaşa sən, qürur ilə ömrü vur başa sən, gümanını düçar etmə daşa sən, fikrə dalmağın nə mənası var? Qismətdən, taledən olma narazı. Tanrıdan yazılır yazılan yazı. Pis keçsə ömrünün baharı, yazı, qəlbinə salmağın nə mənası var? Ağlama, sızlama, fəxrlə dayan. Olmayıb heç bir kəs dünyadan doyan. Tanrıdır ömrünü, gününü sayan. Saçını yolmağın nə mənası var? Daxili gücünü saxla özündə. Qoy həyat ölməsin nurlu gözündə. Qəm, kədər olmasın bəyaz üzündə. Zamansız solmağın nə mənası var? Elə bu şeirin özünü götürdükdə sizdə olan həyat eşqindən burada. İnsan ruhdan düşməməlidir. Ancaq mütləq gələcəyə baxmalıdır. Bəli, bugün Natiq Əlisoyun yaradıcılığından dəyərli dinləyicilərimiz sizə söhbət açmışıq. Əlbəttə ki, onu da xatırladım ki, Könül Dünyamız verilişində həm də gözəl mahnılar səslənəcək. Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən.
bilsən. Arzuda inan, inanda şübhə qoxusun, ümiddə saadət, saadətdə onu itirmək qorxusu nə qədərdir, nə qədərdir, nə qədərdir. Bir dəfə yaşayırıq bu işıqlı dünyada, bölünüb bir vücuda, milyon milyon yollara, talelərə, adlara, tuşlayıb ümidləri, hərəmiz bir hədəfə. Bir dəfə yaşayırıq, hərəmiz bir cəhətə. Bir dəfə yaşayırıq, hərəmiz bir cəhətə. Eləsini sevək ki, bu sevgi ömrümüzü, bu sevgi ömrümüzü nurlandırsın, silsin qışda, baharda, yağışlı gündüzlərdə, zülmətli gecələrdə, mavi axşamlarda, beyaz şaxtalarda, mavi axşamlarda, beyaz şaxtalarda, beyaz şaxtalarda, beyaz şaxtalarda. Her şey güzeldi hayatta, sen bu güzelliği anlaya, duyabilsen. Her şey güzeldir hayatta, özün bir zerre güzellik, yaraya da bilsen, yaraya da bilsen. Bəli, dəyərli dinləyicilər, xatırladım ki, siz Naxçıvan Radiosunun efirində Könül Dünyamız verilişini dinləyirsiniz. Verilişimizin qonağı gənc şair Natiq Əlisoydur. Natiq müəllim, bayaq verdiyim sualda az da toxundunuz. Əlisoy yəqin babanızın adından gəlir. Biraz həyatınızdan, əsliniz hardandır? Bu barədə danışın. Deməli, mənim əslim Azərbaycanın qədim şəhəri, bizim musiqi beşiyimiz hesab olunan Şuşa şəhərindəndir. Bildiyiniz kimi 1905-6-cı illərdə mənfur ermənilər Şuşada və Azərbaycanın digər rayon və şəhərlərində deməli terrorlar, təxribatlar törətmişdilər. Günahsız soydaşlarımızı həlak etmişdilər və onları öz doğma dədə-baba ocaqlarından köçürtmüşdülər, köçməyə məcbur etmişdilər. Bu baxımdan da mənim bayaq qeyd etdiyim kimi ulu babam Mirzə Qasım 1905-6-cı illərdə öz ailəsi ilə birlikdə məcburi Şuşa şəhərindən çıxarılmış və onlar isə Yevlax şəhərinə pənah gətirmişdilər. Və bu gün də orada yaşayırıq. Ancaq hər zaman bizim ruhumuz, könlümüz hər zaman doğma Qarabağımızla, Şuşamızla hər zaman döyünmüşdür. Mən hər zaman bu sözü, bu ifadəni işlətmişəm. Mənim ta yurdum, mənim baba yurdum, mənim köküm, soyum
Şuşadan gəlmə. O adda bir şeiriniz de var. Var, bəli. Aslında bu mövzuya toxunacağıq, Vətən müharibəsi mövzusuna. Əgər Buyurun, o şeiri söyləyə bilərsiniz. məqamı gəlmişkən icazə versəydiniz, Buyurun. mən bu şeiri səsləndirmək istəyirəm. Bu şeir yaranıb deməli Müzəffər Azərbaycan ordusunun düşmən üzərində qələbəsi zamanı və Şuşamızın işğaldan azad olunması günü bu şeir yaranıbdı. Yazmışam ki, şair tək söz qoşub şeir yazandan həmişə imandan, dindən yazmışam. Başına döndüyüm ay gözəl Şuşam, sənin yoxluğunda səndən yazmışam. Daşına, qayana vətən demişəm. Sevgimi sevginə qurban vermişəm. Səni od içində yanan görmüşəm. Ağırlı acılı gündən yazmışam. Ruhuna baş əyib seyidin, xanın, natiqəm almışam həsrətin canın. 30 il gözləyib qələbə anın, dumandan yazmışam, səndən yazmışam. Şükür, bugün Şuşanın başından o duman çən dağılıb və artıq Şuşa öz azadlığına qovuşub, Qarabağın başqa torpaqları kimi, doğma Qarabağımız kimi. Yəni elə yeri gəlmişkən bu mövzu ilə davam edək. Yəni 44 günlük Vətən müharibəsi dövründə o günləri indi də xatırladıqca insanın içi qürurla dolur və bu gün biz o qüruru yaşayırıq, yaşamaqda davam edirik. Amma 44 günlük müharibə günlərdə xalq, ordu, rəhbər birliyi oldu. Bu birlik bizi bu möhtəşəm qələbəyə gətirib çıxartdı. Bu barədə nə deyə bilərsiniz? Müharibədə hər bir insan müsəlləh əsgər oldu. İstər arxa cəbhədə, istər ön cəbhədə. Şairlərimizin, yazarlarımızın da boynuna çox böyük yük düşür. Gözəl yük düşür, amma o qələbəni, o zəfəri, o torpağa qurban gedən şəhidlərin ömür yolunu, həyat yolunu dastanlaşdırmaq, qələmlə kitablara köçürmək yazıçıların, şairlərin boynuna düşür. Bu barədə fikirlərinizi eşitmək istərdik. Çox doğru qeyd etdiniz. Hər bir vətəndaş kimi, hər bir Azərbaycan vətəndaşı kimi biz də qürurlanırıq dövlətimizlə, ordumuzla, xalqımızla qürur duyuruq, fəxr edirik və doğrudan da bu zəfər, bu qələbə Azərbaycan xalqına yaraşan zəfər edir. Çünki Azərbaycan xalqı çox dərin köklərə malik bir xalqdır. Bizim soyumuz, kökümüz türkdür və türk soyundan, kökündən gələn hər bir xalq döyüşkən, məğrur, heç zaman enilməzliyi ilə barışmayan bir xalqlardır ki, təbii ki, torpaqlarımızın işğal olunması bu tarixin bir, belə deyək də, axarı idi, dövrü idi, bu biraz siyasi məsələdir. Ancaq min şükürlər olsun ki, gec olsa da ancaq biz öz torpaqlarımızı, öz gücümüzə, qəhrəman oğullarımızın, şəhidlərimizin canı, qanı bahasına biz öz doğma torpaqlarımızı işğaldan azad etdik. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, qəhrəman döyüşçülərimizə can sağlığı arzu edirəm. Onları böyüdən, boya başa çatdıran anaların, ataların əllərindən öpürəm. Doğrudan da onlar bizim qəhrəmanlıq tariximizin yazılmasında əvəzsiz xidmət göstərən, canlarını düşünmədən vətən uğrunda, torpaq uğrunda, millət, xalq uğrunda fəda edən və fəda etməyə hazır olan igidlərimizdir, qəhrəmanlarımızdır. İllərdir işğalda qalan vətənim, tarixə qovuşan günü mübarək. Bizlərə qələbə sorağı verən, ayların mübarək, ilin mübarək. İsti bir ocaqsan, od alov saçan, həsrət-i hüsnünə haçandır haçan. Öz kökü üstündə yenidən açan, çiçəyi mübarək, gülü mübarək. Bizləri səslədi dağların dərən, səsinə səs verdi yüzlərlə ərən. Natiqəm, durmadan şəhidlər verən, qəhrəman mübariz, elin mübarək. Bu şeirdə qeyd etdiyim kimi, deməli, müharibədən sonra yaranmış bir şeirdir və inanıram ki, indən sonra belə şeirlər daha çox yazılacaqdır. Çünki bizim qəhrəmanlarımızın, bizim döyüşçülərimizin döyüş yolundan nə qədər danışsaq, yenə də azdır. Nə qədər yazsaq, yenə də azdır. Çünki onlar elə bir tarix yazdılar ki, onlar elə bir qəhrəmanlıq səlnaməsi yazdılar ki, indən sonra 100 illərdə, 1000 illərdə danışsaq, yüzlərlə, minlərlə əsərlər, dastanlar, şeirlər
yazsaq, hesab edirəm ki, yenə də biz onların qarşısında borclu qalırıq. Yəni onların o keçdiyi həyat yolunu, onların keçdiyi qəhrəmanlığı vəsf etməklə, yazmaqla hesab edirəm ki, bitməz. Bəli. Dəyərli dinləyicilərimiz, demək bu an mənim əlimdə Natiq Əlisoyun Müharibənin Görünməyən Qəhrəmanları adlı bir kitabı durur. Bu kitabın siqnal nüsxəsidir. Hal-hazırda Əcəmi nəşriyyatında nəşrə hazırlanır bütövlükdə və bu kitab da Vətən müharibəsinə həsr olunmuş bir tarixi kitabdır, tarixi romandır. Bu kitab haqqında istərdim Natiq müəllim özü məlumat versin. Çünki biz Natiq müəllimi əsasən şeirlərindən çox tanımışıq. Demək Natiq müəllimin nəsr yazmağı, roman yazmağı, bundan əvvəl bir kitabda siz nəşr elətdirmisiniz. O barədə qısa məlumat verin və bu kitab haqqında istərdim ki, dinləyicilərimizlə fikirlərinizi bölüşəsiniz. Qeyd etmək istəyirəm ki, bayaq vurğuladım. Deməli, qazandığımız qələbədən sonra mütləq biz qazandığımız zəfəri, qələbəni sevinməklə bərabər onu tarixin, ədəbiyyatın səhifələrinə köçürməkdə borcluyuq. Bəli. Xüsusilə mən bu yolda gənc yazarları, qələm dostlarımı bu istiqamətə, bu yönümə yönətməyi istəyərdim ki, yəni hər birimiz bu mövzularda mütləq yazmalıyıq. Və bu baxımdan da mən də qərarlaşdırdım ki, yeni bir roman qələmə alım. Və şükürlər olsun ki, artıq romanımızın siqnal variantı bizim hal-hazırda qarşımızdadır. İnşallah tezliklə artıq Əcəmi nəşriyyatında çapa hazırlanır. Qeyd etmək istəyirəm ki, kitabın ön sözünün müəllifi bizim dəyərli şairimiz, yazıçımız, Naxçıvan Ali Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim müəllim Yadigardır. Kitabın rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Mən fürsətdən istifadə edib onlara öz minnətdarlığımı bildirirəm ki, kitabımızın ərsəyə gəlməsində əllərindən gələn dəstəyi əsirgəmədilər, əllərindən gələni etdilər kitabımızın ərsəyə gəlməsi üçün. Və kitab Müharibənin Görünməyən Qəhrəmanları adında bir kitabdır. Burada adından göründüyü kimi müharibənin görünməyən qəhrəmanlarına söhbət gedir. 1-ci, 2-ci Qarabağ müharibəsinə söhbət gedir. Erməni vəhşiliyindən, erməni vandalizmindən söhbət gedir və Azərbaycanın hərbi məktəblərindən söhbət gedir. Gələcək zabit kadrları hazırlayan bizim məktəblərimizin yaranmasından, fəaliyyətindən, ümumiyyətlə gələcək zabit olmaq arzusunda olan gənclər üçün bir işıq yolu kimi bu kitab yazılıb ki, bəli, nəzərdə tutulub ki, bizim gənclərimiz hərbi sahəyə marağı var və bugündən sonra da olmalıdır. Bu nəsil davam etməlidir ki, bizim gələcəkdə yurdumuzu, vətənimizi müdafiəsinə duran, onun keşiyində duran oğullarımız, hərbiçilərimiz, zabitlərimiz daimi yetişməlidir. Yəni kitabda çox məsələlərə toxunulubdur. Tarixi məsələlərə, Azərbaycanın tarixi ilə bağlı, hərb tarixi ilə bağlı 100-ə yaxın şəhidlərimizin, qazilərimizin həyat yolundan bəhs olunub, onların yaradıcılıqları, döyüş yolları yazılıbdır. İnanıram ki, inşallah Allahın köməkliyi ilə kitab çap olunandan sonra oxucular tərəfindən müsbət qarşılanar. İnşallah, əlbəttə ki, vətənpərvərlik mövzusunda belə kitabların yazılması gənclərimizin o ruhda böyüməsinə gətirib çıxarır və kitab çapdan çıxandan sonra böyük oxucu marağına səbəb olacağını düşünürəm. Yəni, müharibənin görünən və görünməyən tərəflərinin oxuculara, insanlara, vətənimizin övladlarına çatdırmaq yazıçılarımızın, şairlərimizin borcudur. Sən ey qeyrət çəpərim, sən ey yanan çırağım, daima alovlanan odum, közüm, ocağım, sənin ilə ucalır yer üzündə sorağım, bil ki olmur gözümdə əsla ölüm qorxusu, Azərbaycan ordusu. İçimizdə məhəbbət alov tutur, alışır, qəlbimizdə arzular bir-birinə qarışır. Sənin əzəmətinlə haqq, ədalət danışır. Yayıldıqca hər yana azadlığın qoxusu, Azərbaycan ordusu. Uğuruna sevinir, coşur sevən könüllər. Zəfərlərin bol olsun qarşıdan gələn illər. Qırılsın budaq kimi sənə uzanan əllər.
şaxələnsin çiçək ürəklərin duyğusu, Azərbaycan ordusu. Tarixini yaxşı bil, silahından bərk yapış. Torpağından heç zaman yada vermə bir qarış. Çolum çocuklarına Türk oğlu Türkdən danış. Bu yolla addımlasın yurdumun hər yavrusu, Azərbaycan ordusu. Türkün Türkdən savayı bil ki yoxdur sirdaşı. Vətən oğlu, el oğlu, Türkdür Türkün qardaşı. Bayrağını uca tut, dalğalansın qumaşı. Çəkilsin gözlərindən düşməninin yuxusu, Azərbaycan ordusu, Azərbaycan ordusu. Və siz bugün Naxçıvanda yaşayırsınız və Naxçıvanı necə xarakterizə edərdiniz? Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın təbiəti çox zəngindir. Dağları, çayları, bulaqları, meşələri, doğrudan da bu vətən, bu məmləkət, altı da, üstü də gözəldir və nə xoşbəxt insanlarıq ki, nə xoşbəxt şairlərik ki, belə bir ölkədə yaşayırıq, onun gözəlliklərindən ilhamlanıb şeirlər yazırıq, yeni əsərlər yazırıq və bu bizim üçün çox xoş bir əlamətdir. Bəli, şairin vəzifəsi yazmaqdır, şiir yazmaqdır və dediyiniz o sarayın üzərinə öz kərpizlərini, öz qızıl söz kərpizlərini qoymaqdır. Məqamımız varsa buna aid bir şeyimiz Buyurun, var. buyurun. Nə şuurdan, nə mənlikdən, nə ürəkdən bimaram. Şükür olsun ilahiyə, nə kör, nə kar, nə lalam. Hey yazıram, yaradıram doğma ana dilimdə. Demək elə söz yaşayır, demək elə mən varam. Ruhum gəzir diyar-diyar, başqa bir aləmdədir. Söz dünyası çox dərindir, şair müdrik məndədir. Şair əli qələminin hər bir sirri məndədir. Demək elə söz yaşayır, demək elə mən varam. Nə qismətdən gileyliyəm, nə bəxtimdən narazı. Hər şairin belə coşqun aşıb daşmır avazı. Söz gücünə ayaq üstə dururamsa ən azı. Demək elə söz yaşayır, demək elə mən varam. Ürəyimdə oxunmamış neçə dastan yatırsa, söz yükünü daşımağa hələ gücüm çatırsa, gözüm görür, ağlım kəsir, əlim qələm tutursa, demək elə söz yaşayır, demək elə mən varam. Namərd məni nişan alsa, zaman möhlət verməsə, bircə onu deyənmərəm, ölüm vaxtsız gəlməsə. Yarımcan da yaşayaram, ürəyimdən dəyməsə, demək elə söz yaşayır, demək elə mən varam. Xiridarlar qələmimə doğru qiymət verirsə, xoşbəxtlikdir, yeni, sağlam, müdrik nəsil gəlirsə, mənim xalqım məni az çox şair kimi sevirsə, demək elə söz yaşayır, demək elə mən varam. Külüngümü düz vururam, nə mətləbdən azıram. Çox yataq var ürəyimdə, kəşf edirəm, qazıram. Yavaş-yavaş oxuyuram, yavaş-yavaş yazıram. Demək elə söz yaşayır, demək elə mən varam. Ürəyimdə ağ libaslı mələk gəzir məzəli. Qaşı qara, gözü qara, özü dünya gözəli. İlmə-ilmə söz toxuyur, müxəmməsi, qəzəli. Demək elə söz yaşayır, demək elə mən varam. Sözün dadı şirin olmaz, hər şairin dilində. Söz silahı dolu gəzir, əl soyun belində. Səməd Furğun, Dədə Şəmşir, Ələsgərin elində. Demək elə söz yaşayır, demək elə mən varam. Deməli, əgər bugün doğrudan da yeni, gənc nəsil yetişirsə, sağlam ruhlu, sağlam düşüncəli, xalqına, dövlətinə, dövlətçiliyinə, ölkə rəhbərliyinə, öz tarixinə, keçmişinə, ədəbiyyatına bağlı, milli ruhda sağlam düşüncəli gənclər yetişirsə, deməli, sözümüz də yaşayır, deməli, Azərbaycan da yaşayır, deməli, biz varıq, deməli, biz indən sonra da 1000 illər yaşayacağıq. Bəli, insan ölər gedər, amma qalan söz olar. Əsl söz heç vaxt qiymətini itirmir, o nə zaman olur olsun, siz dediyiniz kimi 1000 illər də keçsə, o öz qiymətini saxlayır.
Bəli, Natiq müəllim, sizin çox mövzuda şeirləriniz var. Artıq bizim vaxtımız sona çatdığı üçün o mövzulara toxunmadıq. İnşallah gələcək verilişlərimizdə biz onlardan da söhbət açarıq dinləyicilərimizə. Çox sağ olun, təşəkkür edirik dəvətimizi qəbul edib bizim Könül Dünyamız adlı verilişə öz könül dünyanızla qonaq gəldiyiniz üçün. Çox sağ olun. Mən də sizə sonda minnətdarlıq bildirirəm. Zəhmət çəkdiniz. Efinizə dəvət etdiniz. Bir daha gənc şair, yazıcı olaraq bizi dinləmək istədiniz və bu da doğrudan da bizi sevindirir. Bizim ruhumuzu daha da alovlandırır, daha da o yazmaq, yaratmaq eşqimizi artırır. Mən dinləyicilərimizə də öz minnətdarlığımı bildirirəm və Allah qismət etsin, inşallah növbəti illərdə daha da yaxşı əsərlər, daha da yaxşı şeirlər yazaq, yaradaq və oxucularımızın, dinləyicilərimizin, xalqımızın ruhunu oxşaya bilək və dövlətimiz var olsun, xalqımız var olsun ki, biz gənclər də rahat, azad, sözümüzə söykənir, qələmimizə sığınıb, xalqımız üçün, millətimiz üçün, gələcək tariximiz üçün, ədəbiyyatımız üçün yeni-yeni əsərlər yarada bilək. Sonda mən də sizə öz təşəkkürümü bildirirəm. Bir daha təşəkkür edirik və sizə bol yaradıcılıq uğurları, yeni-yeni əsərlərinizi görmək ümidi ilə sizinlə sağollaşırıq. Dəyərli dinləyicilər, siz Naxçıvan Radiosunun efirində Könül Dünyamız adlı verilişi dinlədiniz. Xatırladım ki, verilişimizin qonağı gənc şair, yazıcı Natiq Əlisoy idi. Verilişin müəllifi və aparıcısı mən idim, Təranə Arif qızı. Sağ olun, salamat qalın. Gələn verilişlərdə görüşənədək.